Hasrete çevrildi bakışlarınız, kanlı seçilerden akışlarınız, güllere gark olmuş baştaşlarınız, namusun gayretin taşı şehitler. Dünyanı heyrete salan oldunuz, azadlık odunda yanan oldunuz, köçüp yüreklerde kalan oldunuz. Unutmak olar mı sizi şehitler? Dünyanı heyrete salan oldunuz, azadlık odunda yanan oldunuz, köçüp yüreklerinde kalan oldunuz. Unutmak olar mı sizi şehitler? Unutmak olar mı sizi şehitler? İrade xanım gəlsin, çıxış eləsin. Çok sağ olun, çok var olun. Allah köməyinizdə dursun, şərəfi yaratılsın, çaxırlı cəmaatı. Çok sağ olun. Allah şəhidlərə rəhmət eləsin, qazilərə can sağlığı versin. Allah sizin də köməyinizdə dursun, başınızda dursun. Çox sağ olun, Allah xanım, çox sağ olun. Çıxış üstün söz və şahla sağlığı. Bütün hamını sanlayıram. Bütün Cəbrayillərə xoş gəldin deyirəm. Gözləri aydın olsun bütün Cəbrayillərin. Təbrik edirəm bütün Cəbrayilləri. Bura, kimin də burada əziyyəti var bizim uşağın abdəsində. Allah onların köməyi olsun. Allah yerdə qalanları qorusun. Allah bir də müharibə göstərməsin. Allah şəhidləri rəhmət eləsin. Allah sizi də qorusun. Allah köməyiniz olsun ki, gəlib bizi işıqlandırırsınız. Sağ olun, var olun. Mən deyərdim ki, ərazi inzibati dairəsi olaraq ilk şəhidlik zirvəsinə ucalan Tahirov İskəndər Kamaloğlu olur. Onun da qardaşı burada iştirak edir, İbrahim bəy. Sizin də çıxışda yeriniz var, xahiş edirəm, gəlin, özürə sözləriniz deyin. Salam əziz kənd sakinləri. Mən də bütün bu şəhidlərin hamısına rəhmət edirəm. Burada kimin nə əməyi olur, onlara da özlərinə təşəkkür edirəm. Çox sağ olun. Çox sağ olun İbrahim bəy. Şəhid İmanov